Davud Dəmirov vaxtı ikən Yasamal məhkəməsində işləyib. İndi də İmran Mirzağaoğlu, familiyasını bilmirəm. Bunların ikisi qardaş bacılarını gətiriblər şəxsən bizim həyitimizə. Haqqımızı, hüququmuzu alıblar. Azərbaycan dövlətində elə bir yer qalmayıb bir şikayətimizi bildirməyək. Hara getmişiksə deyiblər ki, siz elə bil ki, göz həkiminin yerinə qulaq həkiminə gəlmişsiniz. Hələ bir bizi ələ də salıblar. Biz 17 ildir məhkəmələrdəyik. Nə var, iki məhkəmə işçisi bizim haqqımızı, hüququmuzu əlimizdən alıb. Bunu qoyduq bir qırağa. Bu mənim hüququmdur. O evim, baba mülkümü mən ala bilərəm də, ala bilmərəm də. O haqsızlığı Allaha tapşırmışam. Amma bu Allahın evidir. Allahın evinə heç kim toxuna bilməz. Əgər kimsə bura əl atarsa da Allah o kəsin bəlasını verər. Hətta buyurulur şəri hökümdə ki, buradan bir möhrü başqa bir məscidə apara bilməzsən. Biz hamımız acizik. Çünki biz bugün varıq, sabah ölüb gedəsiyik. Amma o qüdrətli Allahın qarşısında bir cavab verəcəyik. Bir onu düşünək. Mən bir jurnalist gördüm. Dedi ki, indi elə zaman deyil. İndi elə zaman deyil ki, biz qiyamətdən danışaq, o dünyadan danışaq. İndi sivil dövlətik biz. Mən o bədbəxtə sual verirəm. Ay bədbəxt, sən də ölənin birisisən. Sən də bu dünyadan gedəsisən. Bir aqibət üzü fikirləşin, qiyaməti fikirləşin, Allahdan qorxun. Mən 2 əskər anasıyam, xahiş edirəm, mübariz kimi oğlun anası bu məscidlərdə mübarizi böyütdü. O mübariz ki, o türdə oğul heç bir dövlətçilikdə yoxdur. Hətta Putin belə buyurdu ki, Putin gör nə dedi? Putin dedi ki, mən Rembonu televizorlarda görmüşdüm. Amma demə, Azərbaycanda Rembo kimi oğul var idi. O namaz qılan, bu məscidlərdə böyüyən oğul idi. Onun anası, mübarizin anası, mən onu ilə dəfələrlə görüşmüşəm. Onların evlərində olmuşam. Fəridin anası məni ilə bacı bir olan xanımdır, Nərgiz xanım. Onun namusuna qurban olum, onun qeyrətinə qurban olum, onun çarşabına qurban olum. Fərid Əhmədovun anası Nərgiz xanım, o bu məscidlərdə ibadət edən bir xanımdır. Fərid kimi oğul dünyaya gətirdi. Əhməd Əhmədov Cəllabadlı şəhidlərimiz, onların ruhuna mən fəda olum. Onların ruhu bugünkü gündə inciyər ki, bu məscidlər sökülsün. Hər şey gözəlliyinədir. Avropa gözəldir, amma orada ibadət yoxdur. Ora nəcasətdir. Amma bizim ölkəmiz müsəlman deyilən bir ölkədir. Hələ biz nə qədər də bunu qəbul eləməyən insanlarımız var. Amma biz bilməliyik ki, yenə ölümümüz Quranlandır. Hər bir dövlətçiliyimizdə kim ölürsə, o başının üstünə Quran getirir. Möhtərəm İlham Əliyev cənablarını özündən tutmuş. İstir mərhum Heydər Əliyevdən tutmuş hamısına qədər. Bütün öldüyümüz an möhtərəm İlham cənabları özü dövlətçiliyə gələndə Quranı öpdü. Belə deyilmi məgər? Belə deyilmi? Budur bu Qurana hörmətsizlik. Həmin Quranlar bu məscidlərdə ehtiramla qarşılanılır. Həmin bizlər idi, onları qəbul elədik. Şəxsən Heydər Əliyev cənabları vaxtı ikən bizim torpağımızda olmuşlar. Bizim torpağımızda yaşamışlar. Mən inanmaram ki, müsəlman, adına müsəlman deyilən bir ölkə, özü həcc ziyarətlərini gezən bir insanlar gəlin məscidlərə əl atsınlar. Oldu. Çünki həcc ziyarəti Allahın evidir. Burada Allahın bir evidir. Mən həccə gedə bilmirəm ibadət eləməyə. Amma bura mənim vətənimdir. Mən burada yaşayıb böyümüşəm. Mən Sovetskidə yaşayıb böyümüşəm. Özüm də buranı çox sevən bir insanam. Dəfələrlə mən burada olmuşam. Mən burada ibadət eləmişəm. Mən bu torpağımı, mən bu divarımı heç kimə vermərəm. Köhnə də olsa mənə qəbuldur. Sizdən xahiş edirəm. Çox xahiş edirəm. Gedin, o şərab evlərini sökün. Gedin, biz evlad tərbiyə eləyə bilmirik. Başa düşdünüz? Evlad tərbiyə eləyə bilmirik. Şərab evləri gündən günə artır. Kazinolar gündən günə artır. Onların gündən günə sayı çoxalır. Azərbaycanda bir baxın nə qədər boşanmalar var. Nə qədər tərbiyəsiz qadınların sayı artır. Nədir bunların axırı? Mən Allaha and içirəm ki, mən ölən günümü fikirləşirəm.
Allah'ım ben dünyadan gedəndən sonra görəsən nəslim nə gündə olacaq? Yazıqlar o cavanlar. Heç nə görmürlər. Tərbiyəsizlikdən başqa heç nə görmürlər. Bayra çıxırıq lüt qadınlar. Başalıb gediblər. Alt paltarında gəzən qadınlar. Abrımız, həyamız gedib. Gedin onları yığışdırın. Bura Avropa deyil. Bilin ki, qəbul eləmə sözdə bura müsəlman ölkəsidir. Əgər müsəlman ölkəsi deyilsə, niyə Allah şükür orada oturub? Niyə şeyx deyilən bir insan orada oturub? Bura müsəlman ölkəsidir. İstəsən də, istəməsən də qəbul eləməlisən. Çünki çoxluq azlığa tabidir. Burada ibadət edən insanların sayı çoxdur. Sən qəbul eləsən də, eləməsən də. Mən də çox şeyləri qəbul eləmirəm. Mən də istəyirəm rahat çıxım dövlətçiliyə. Mən erməni kimi ölkədən qorxmuram. Amma mən ondan qorxuram ki, xanımlar, mən başımda hicab gezdirməyə qorxuram. Allahım gör mən nə gündəyəm. Mən başımda hicab gezdirməyə qorxuram. Gündə deyirəm, görəsən dövlətim nə qanun verəcək. Görəsən dövlətçiliyim mənim hansı məscidimi sökəcək. Bu müsəlmançılıq deyil. İnsan hər bir şeydə bütün sahələrinizi almışsınız. Azərbaycan torpağının tən yarısı sizlərin əlindədir. Diqqət edin. Baxın bir, ölün, xar olsun sizə. Mən ki talih deyirəm, amma mən talihin dediyi sözləri deyənəm. Mən onu qəbul eləyənəm. Mən onu qəbul eləyən anıyam. Başa düşdünüz? Başa düşdünüz? Mən çünki talih də mənim kimi haqqı dedi. Talih də mənim kimi dövlətçiliyinə qəlbi ürəyi yandı. Xahiş edirəm, mənim bir kəlməmi də kesməyin. Bütün dediklərimi hamısını hər yerdə bəyan edin. Bu qədər. Qışqırıb kimlərisə narahat elədimsə hamımızdan üzr istəyirəm. Allah sizə Sadəcə olaraq mən onu qeyd eləmək istəyirəm ki, mərhum prezidentimiz buyurub ki, dövlət xalq dövlətə deyil, dövlət xalqa xidmət eləməlidir. Bu günləri dövlətimiz xalqa xidmət eləməlidir və xalqın dediyini təmin eləməlidir. Çünki bu günləri dövləti də, məmuru da, prezidenti də seçən xalqdır. Yəni ən azından xalqın hissiyyatinə oynanılmamalıdır. Bir gözəl deyim var. Əgərləri bir məmləkəti, bir ölkəni məhv etmək istəyirsənsə, onun tarixi məhv etməlisən. Mənəviyyatı məhv etməlisən. Bu tarixi abidədir. Bu bizim tariximizdir. Bu bizim keçmişimizdir. Əgər biz doğrudan da gələcəyə addım atmaq istəyiriksə, doğrudan da biz əgər gələcəyə inamla irəliləmək istəyiriksə, ən azından keçmişimizi unutmamalıyıq. Çünki keçmişimizi biz xatırla gələcəyimizə